Qoçlar 666'da söylədiyim kimi negativ kod 3 dənə 6'lar. Yəni qoçlar bir neçə dəfə evlənib boşana bilərlər. Ümumiyyətcə ən çox boşanan bürclər qoçlar olur, bütün bürclər içində. Və o ünsürü o təkcə olduğu üçün deyil bu. 666 negativ kodu daşıyır. 2, 4, 6, 8 dəfə belə evlənənlər var. Bəli, bəzi müğənnilər var, onlar 10 dəfə evlənib boşanıblar. Onlar siz də tanıyırsınız, mən reklam üçün ad çəkməyəcəm. Bəzi adamlar var, məsəl üçün onlar 10 dəfə evləniblər, 11 dəfə, bəli. Mən onda təəccüb etmirəm, çünki bilirəm orada negativ şifrə varsa, o belə də olacaq. Özləri boşayırlar, özləri. Bunları boşayan yoxdur. Bunlar məsəl üçün tez qərar alırlar və yox, vəsə. 666-nı deaktiv eləmək üçün mütləq o kodlaşma ilə olur. Direktə yazacaqsınız və bir dəfəmlik olur. Yəni bu bir dəfə kodlaşmanı deaktiv edirsiniz, bir də bir neçə ildən sonra təzədən deaktiv eləməyə ehtiyac olmur. Bir dəfə deaktiv olunur qoçlar üçün və buğalar üçün 444-dür. Buğalar bir neçə dəfə evlənib boşana bilmir. Bunlarda belə bir şey yoxdur qoçlar kimi. Bunlar gec evlənə bilərlər, çox gec evlənə bilərlər və yaxud övladları çox gec doğula bilər. Qoçların da övladları gec doğula bilər. Hətta qoçlarda ikinci sonsuzluq belə olur, baş verir. Sırf bu kodlaşma ilə əlaqədar. Buğaları yenə söyləyirəm, onlar çox gec evlənə bilərlər, bəli. Və ümumiyyətcə bir dəfə boşansalar ikinci yerə evlənmək şansları olmur. Çox nadir halda ola bilər. O da indi geri hansısa bir doğum tarixində olsun ki, ona görə olsun.